Kitab evimize hoş geldiniz. Şamaxdayıq. Bir çox ilklər demək olar ki, o Şamaxdan çıxmış ziyalı insanların adları ilə bağlıdır. Hardasa bir 10 gündür ki, burada hansısa işləri, detallı işləri görürük. Kitabları gətirdik. Bu kitabların əksəriyyəti mənim, necə deyərlər, şəxsi kitabxanamın 1/3-də, belə deyək. Hamısını eyni vaxtda gətirə bilməmişəm. Amma çox sağ olsun, mən sosial şəbəkələrdən bizi izləyən və necə deyərlər, öz fikirləri ilə, öz düşüncələri ilə bu layihənin həyata keçməsinə dəstək verən insanlardan, onların bir çoxsundan görüşülüb, xeyli kitablar hədiyyə ediblər. Profesör, həm də sənətşünas Kübra xanım Əliyeva öz fikirlərini bölüşsün, qadınlara nə məsləhət görür, yəni bu haqda bizimlə söhbət edəsin. Olaraq, faizlərə, miras olaraq sizi təbrik edirəm, mirasın üzvlərini təbrik edirəm. Bu sizin ideyanız və gördüyünüz işləri biz nəinki bəyənirik, dəstəkləyirik və bugün buradayıq, sizinlə bir yerdəyik. Məndən əvvəl Fariz müəllim də çox geniş, ətraflı məqsədi, qayəni izah elədi. Hörmətli professorumuz da ətraflı misallar əsasında deyildim. Mən də bir fikrimi demək istəyirəm ki, bugün biz burada təkcə bir elə gəlməsin ki, bir kitab kafe deyəndə bəsit düşünülməsin. Bugün Şamaxda biz elm, mədəniyyət mərkəzinə açılır. Bunun özü hər bir kəsin ziyalanmasında mühüm rol oynayacaqdır. Mən bilirəm ki, bu günləri Şamaxıda, bu gözəl yerdə, gözəl bax bu Şamaxının gözəl yerində açılan bu kitab evi elm, mədəniyyət beşiği olacaqdır. Burada münasibətlər tənzimlənəcəkdir. Görün əvvəldən necə gözəldir ki, bura açılışda yığılan, mən aylarıdır, neçə vaxtlardır ki, burada mən həmşərlərimi, dostlarımı görə bilmirdim. Və bu cəhətdən uğurludur, uğurlu sayılır, mən sizi təbrik edirəm. Kitab evinə gələn adamın, müəllimin, ziyalının təbii ki, hədiyyəsi kitab olar. Bu olar. Mən özümlə burada sizə kitab evinə kitablar gətirmişəm. İstəyirəm ki, onu sizə təqdim edəyəm. Mən belə başa düşürəm ki, xeyirxah işdə daha da bizə qol qanad verəcəksiniz, gələcək xalqımız üçün, millətimiz üçün, zamanlarımız üçün əlinizdən gələn xeyirxah işləri görməklə biz onlara yardımcı olacaq. Kübra xanım qeyd elədi bayaq, Şirvanşahlar sülaləsində qadınların savadlanmasına xüsusi əhəmiyyət verirdilər. Hətta Şirvanşahlar sülaləsinin qadınları hökmdarların siyasi görüşlərinə təsir edirdi. Daha bir qadın nümunəsi. Bəli, hökm edir. Mən hardasa 10 il bundan əvvəl müdafiə eləmişdim. Öz monoqrafiyamı hədiyyə elədim, gətirmişəm. O 15-ci əsr şairi Bədir Şirvani haqqındadır. Elə onun əsərində, onun şeirlər divanında Şamaxının tarixi, eləcə də Bakının tarixi, memarlığı, ədəbiyyatı, mədəniyyəti haqqında çox məlumatlar var. Şair olsa da, demək olar ki, bu bölgənin tarixi, Azərbaycanın tarixini elə gözəl, şeirlə yazıb Azərbaycanlar. Və elə gözəl yazıb ki, yəni, mən özüm düzdür, farsça bilmirəm. Ona görə də çox yaxşı olur ki, siz bizimlə şeylər. Şeirlər divanı farsçadır, amma orada 50 beyt türkçə yazıb. Yəni, özü də deyir ki, Farsi sözün tutmuş durur. Xorasan ve Irak'ın zikridir. Böyle kim Türk'ü sözün tutmuş durur, Çin'i tutup. Yani ki Türk divanı da olabilsin. O itib batıp indiki dövrü gəlib çatmıyor. Ona Farsça divanı böyük məlumatlarla, çoxlu məlumatlarla zəngin Şamaxının, Bakının tarixinə, mədəniyyətinə ait. Çox sağ olun. Gözəl. Allah kömək. Mən öz müəllimimin mənə ilk hədiyyəsidir bu, Şamaxı mənzərəsidir.
bu Şamaxı mənzərəsini sizi təqdim edirəm. Və sizə uğurlar arzulayıram. Mirasın üzvü olmasam da, Fariz məmnundur, yeni belə deyək də tanış olduğuma görə çox belə deyək, məmnunam bu tanışlıqdan. Və bura gələn tələbələrə buradan yararlanmağı arzulayıram. Bizim bir müəllimlər olaraq ən əsas borcumuz odur ki, şagirdlərə kitabı sevdirmək. Yəni, alimlərimiz kitabları yazırlar, amma o gənc nəslinlə o kitabları tanışdıran da əsas olaraq müəllimlər üzərində düşür. İnşallah biz də bu üzərimizə düşən işi eləməyə çalışacağıq. Təbii ki, bu böyük bir mədəniyyət paytaxtında bu gündə ziyalıların içərisində olmaq bizə bir şərəfdir. Yarın şəfayətləri Məhmədi Muxtar ikən Cümlərin ruzisin verən Al-Qəni Səttar ikən Cümlərin ruzisin verən Al-Qəni Səttar ikən Yeryüzünün xəlifəsi hünkara millət eyləmən Yeryüzünün xəlifəsi hünkara millət eyləmən Hamınıza teşekkür ederim ki atamda bugün açtığı kitap kafeye gelmişsiniz. Vaxtınızdan kesip gelmişsiniz bura. Hamınıza çok teşekkür ederim. Bir de ki kitap getirenlere, kitap getirmeyenlere təsir etməsin. Kitap getirenlere daha çok teşekkür ederim ki bura xəzinə